Yenə benzol çəkərik. Benzol çəkirəm. Sonra davam edək. Atomların sayı 5-dir. Deməli, burada bir dənəsi Bir dəqiqə çıxmalıyıq. siz baxın, gəlin. Deməli, uşaqlar necə olacaq bu? Benzol çəkdik. Hər bir karbonu da görürük. Hər bir karbon neçəlidir? Hər bir karbon burada ikilidir. Və hər karbonun bir dənə hidrogeni var. İndi bizə nə deyir uşaqlar? Deyir, ikiliyə birləşən hidrogenlər 5 dənədir. Siz bu cümlədən nə başa düşürsünüz? Deməli, onda birini çıxmalıyıq. 5 dənə qalmalı yerdə. Normalda bunlar CH-dır. İkiliyə Amma birləşən biri hidrogenlər, bəli. İkiliyə birləşən hidrogenlər 5 dənədirsə birini çıxır. Tutaq ki, buradakini çıxır. Bu şəkildə bunu saxladım. Hazır. Sonra bizə nə deyir uşaqlar? Bunu elədik. Sonra bizə nə deyir? Baxaq. Sonra bizə deyir ki, üçlü karbona birləşən hidrogenlərin sayı deyir neçə dənədir? Üçlü karbona birləşən hidrogenlər deməli bir dənədir. Normalda uşaqlar biz buradan hidrogen çıxardandan sonra bu karbon neçəli olur? Bu karbon üçlü olur. Əgər burada amma hidrogen olmur. Üçlüyə birləşəndə bir dənə hidrogen varsa, onda mən necə yaza bilərəm bunu? Onda mən belə yaza bilərəm bunu. Deməli, burada bir dənə də bu var. İzopropil radikal kimi çəkməliyik. Mən indi bura və bir də bizə deyir, birli karbonda olan hidrogen 6 dənədir. Birli karbonda CH3'dür. Deməli, bunlar da CH3'lər imiş. Hazır. Deməli, bunlar da CH3'lər imiş. Maddənin adını istəyir. Bir radikal olanda nömrələyirdik, nömrələmirdik. Maddənin adı olacaq izopropil benzol. Sonra sp2s. Biz bilirik ki, sp2 vəziyyətində buradakı karbonlar hər biri sp2'dir. Hər bir karbon, həlqədəki karbonlar sp2'dir. sp2s deyirsə uşaqlar, sp2s neçə dənə olacaq? Kim deyir?